Salam değerli dostlar, değerli müşteriler. İzmir kombinin təmin üçün kombinin iç hissələrini sizlərə göstərirəm. 15-70 37 kilovatlıq hardasa bir kombidir. 15-70 Grutos tipli nasosla təsis olunub. 3 yollu motoru göstərim sizlərə. Qaz valifi sizlərə göstərim. Kombi radiatorların yolması üçün müraciət almışıq. Faktik kombinin təmir üçün gəlməmişik. Burası içərisi göstərmək istədiyim Y1 hafif aşıq da verir. Y1 bildiyimiz qədər bu tipli kombilərdə suyun təzyiqin olmamasından dolayıdır. Burada olan kollektor sistemlərini bir tərtəmizliyoruz. İdeal şəkildə radiatorların, suşurkanın, yerləşmə sisteminin müştəriyə təsir verəcək. Burada da boiler sistemi yığılıb. Xüsusi bir ithal-terim kombisi ilə təsis olunub, ancaq boiler işləyir. Boilerdə evin isti su təminatını ödənmiş olur. Dəyərli dostlar, dəyərli ustalar yoldaşlarımız, dəyərli müştərilər, qaz təsisatında baxın burada ventillərdən istifadə edirlər. Regulator, manometr daha sonra şlanklardan istifadə edirlər. Ən gözəl çəkiş də bundan ibarətdir. Müştərilərimizə həmişə təklif edirik ki, qaz regulatordan sonra manometr qoymanız sistemi önəmlidir. Səbəb də ki, şəhər xəttinə gələn qazı tənzimləyib kombiyə neçə millibar verdiyimizi görmək üçündür. Stabilizatordakı bilirik. Şəhər xəttinə gələn yüksək gərginliyi qorumaq üçündür. Baxın belə, dəyərli dostlar, dəyərli müştərilər, sizlərin evinizdə kombi təmirinə, yuyulmasına ehtiyac varsa, Omega servis olaraq bizə müraciət edə bilərsiniz. Yenə deyirəm, İzmir kombisidir. Faktiki bununla bağlı yaxınlaşmışıq. Sağ olun.